26 aprel 2026-cı il 9-cu sinif buraxılışın 3-cü zona üzrə imtahanının Azərbaycan dilindən mətn tapşırıqlarına baxırıq. İlk mətnimiz kəndin ilk müəllimi mətnidir. Mətni özünüz oxuyarsınız. 37-ci sualdan izahlarına baxaq. Hansı deyimlə mətndəki əsas fikri qüvvətləndirmək olar? Elmi biliklər üstə yığılarkən ən qiymətləri altda qalır. Bu yanlışdır. Əlindən iş gəlməyinin başına iş gələr. Yanlışdır. Elmdən keçməyən yolun sonu qaranlıqdır. Bəli. Doğru fikrimiz elə cəbəndə olacaq. Böyük adamlar kiçik işlərdə çox vaxt səriştəsiz olurlar. Yanlışdır. İnsanın cahil olmasını bilməsi biliyə doğru atılmış ilk addımdır. Bu da yanlışdır. Cavab cəbəndir. 38. Mətndə nöqtələrin yerinə uyğun olan ifadəni müəyyən edin. Nöqtələr buradadır. Sizdən xahiş edirəm ki, mənə kömək edəsiniz demək istəyir Salman. Mənə əl tutasınız demək olar. Bəli, D variantı uyğun gəlir. Daha sonra mətndə mətnə əsasən cədvəldəki uyğun fikirləri istəyir. Hadisəni nəql edən şəxslə bağlı doğru fikir. Salmanın açdığı məktəbdə ali təhsil alır. Təhsil alır daha doğrusu. Onun yetirmələrindəndir. Bəli, onun yetirmələrindəndir və sonradan da alim kimi kəndə qayıdır. Digər sakinlərdən fərqli olaraq Salmana tövləni təmir edərək məktəbə çevirməkdə kömək edir. Yanlışdır. Heç kim Salmana kömək eləmir. Salmanla bağlı yanlış fikir. Cəmaətin məktəb binası üçün təklif etdiyi yerə etirazını bildirir. Xeyr, tam tərsi təklif verən Salman idi. Yanlış fikirdir. Doğma kəndində məktəb açmaq. Doğma kəndi deyildi. Çünki burada gəlmə söhbəti var mətndə. Ona görə də deməli burada belə bir ifadə var. Məni bura göndəriblər ki, sizin uşaqlarınızı oxudum. Adamlar onun dediklərinə mat qalır. Axı bu gəlmə adam nə demək istəyir? Yəni kənd adamı deyildi. Bu gəlmə idi. Doğma kənd demək olmaz. Sakinləri məktəb açılmasına xoş qarşılamaması onun üçün gözlənilməz olur. Bu doğru fikirdir. Çünki orada deyir ki, karıxır bu vəziyyəti eşidəndə. Ona görə hadisə ilə bağlı, nəql edən şəxslə bağlı doğru fikir 1, Salmanla bağlı yanlış fikir 3-4-dür. 1-3-4 cavab Y variantı. 40. Mətnə əsasən hansı hadisəni əsaslandırmaq mümkündür? Məktəb açılması üçün məhz Salmanın kəndə göndərilməsi bunun səbəbini izah edə bilmərik. Müəllimin heç bir vəsaitdən istifadə etmədən uşaqlara oxumağı öyrətməsini, bəli, bu mətndə birə-bir qeyd olunub, bu hadisəni biz əsaslandıra bilərik, çünki heç bir vəsait yox idi və müəllim heç bir vəsait olmadan öz bildiklərini öyrədirdi. Bu doğrudur. Kənd sakinlərinin dolanışığının yaxşı olması yaxşı deyildi. Köhnə məktəbin yerinin bəyənilməməsi, bu ümumiyyətlə köhnə məktəb yox idi. Tövlə kimi o Salman ilk dəfə öz əli ilə tikir tövlənin yerinə. Salmanın köhnə məktəb əvəzinə yenisini tikdirməsi bu da mətndə yanlışdır. Cavab B variantı. 41. Mətndə əvvəlində işarə qoyulmuş sözlərə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Üçbucaq və dördbucaqdır. Deməli, qarşısında üçbucaq qoyulan söz karıxmış sözüdür. Karıxmaq nə edəcəyini, nə deyəcəyini bilməmək, özünü itirmək deməkdir. Bir düzdür. Sözün qarşılığının işləndiyi cümlə. Qardaşım atamın dediklərini eşitdiyində çaşıb qaldı. Yəni karıxdı. Bu da doğrudur. Səhərdən axşama qədər dayanmadan işləməkdən lap təngə gəlmişdim. Təngə gəlmək karıxmaq deyil. Daha sonra dördbucaq. Bir işə girişə bilmək, işə girişmək. Ciddiyyətlə bir işə başlamaq olar. İşə nəzarət etməyə tapşırmaq yanlışdır. Onu idarədə fərqli işlərə nəzarət etməyə tapşırmışlar. Bəli, bu da nəzarət etməkdir. 5-dən 6 hər ikisi səhvdir. Deməli, burada 4 doğrudur. 1, 2 və 4 düzgün cavabımız oldu. Y variantı. 42. Mətndə üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Deməli, üzərində rəqəm yazılmış sözlərdən ilki, birincisi. Görək hansı söz idi? Cığırla. Salman hər gün səhər cığırla təpəyə qalxırdı. Bu cığır həqiqi mənada işlənmişdi. Deməli, kontekstə görə istiqamət bildirir. Səhvdir, məcazi mənada səhvdir. Bu əsər Azərbaycan ədəbiyyatında yeni cığır açdı. Cümləsindəki kontekstdən fərqli mənada işlənib. Bəli, buradakı cığır məcazdır. Deməli, C bəndini 1-ə yazmaq olar. Kəndin aşağısı ensiz və dar yollardan ibarət idi cümləsində ifadə etdiyi məna işlənmişdir. Ensiz dar yol cığırdır. Bəli, bura D-ni də yazmaq olar. Heyvanlar aləmi təbiətin ayrılmaz bir hissəsidir. Yox, uyğun deyil. İkinci ifadəyə baxırıq. Bir aləm yaradıb. Yeni bir aləm yaradıb. Burada məcazi mənada işlənmişdir. Ona görə B bəndi doğrudur bura. İstiqamət bildirir aləm səhvdir. Heyvanlar aləmi təbiətin ayrılmaz bir hissəsidir. Heyvanlar aləmi burada da yenə məcazdır. Cümləsindəki kontekstdəki ilə eyni mənadadır.
Yox, daha doğrusu heyvanlar aləmi bu həqiqi mənada işlənmişdir. Ona görə yeni götürə bilmirik. Kontekstdəki məcazdır, buradakı həqiqidir. Deməli 1C-D, 2B düzgün cavabımız olacaq A variantı. Davam edirik növbəti sualdan. Mətnin sonuncu abzası ilə bağlı yanlış fikirləri müəyyən edin. Zamanla kənd cəmiyyətinin təhsilə olan münasibəti dəyişir. Bu doğru fikirdir. Müəllimin başlatdığı iş öz səmərəsini vermir, xeyir verir. Yanlışdır. Əvvəllər fikirləri xoş qarşılanmayan şəxs indi rəğbətlə xatırlanır. Bəli, Salmandan söhbət gedir. Köhnə məktəb yenisi ilə əvəzlənir. Doğru fikirdir. Səbəbindən asılı olmayaraq təhsil alan şəxslər sonradan öz kəndlərinə qayıtmaq istəmirlər. Səhvdir, çünki hadisəni nəql edən şəxs öz kəndinə alim kimi qayıtmışdı deyir. Yəni yanlışlar oldu burada. 2 və 5 düzgün cavab D variantı. 44. Mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Kənd cəmiyyətinin təəccübünə səbəb olur. Salmanın insanlar qarşısında etdiyi çıxış. Bu doğru fikirdir. Hadisəni nəql edən şəxsin kəndə alim kimi qayıtması təəccübünə səbəb olmur. Bu yanlışdır. Salmanın uşaqları təhsilə cəlb etmək istəyi, bəli, bu da təəccübünə səbəb olur kənd cəmiyyətinin. Salmanın təəccübünə səbəb olur. Kənd cəmiyyətinin təhsilə biganə münasibəti doğrudur. Uşaqların oxumağa meyilli olmamaları yanlışdır. Bəzi sakinlərin məktəb təmirində ona kömək etməsi yanlışdır. Burada nə uşaqların oxumaq istəyi barədə məlumat yoxdur, nə də ki, kənd sakinləri Salmana kömək eləmir. Deməli, burada 5-dən 6 da yanlışdır. 1, 3, 4 düzgün cavabımız olacaq C variantı. 45 və 46 sayılı tapşırıqları cavab vərəqlərində mətnə əsasən cədvəli doldurun. Cədvəl burada olmadığına görə bu sualı cavablandıra bilmirəm. Mətnə əsasən əvvəlində rəqəm yazılmış ifadələrin qarşılığının ifadə etdiyi mənasını müəyyən edib yazın. Deməli, əvvəlində rəqəm yazılmış ifadələrə gəlin baxaq. İlk sözümüz tənginəfəsdir. Tənginəfəs sözü nəfəsi kəsilə-kəsilə tez, cəld mənasını ifadə edir. Bu formada yazmaq olar. Daha sonra ikinci sözümüz burada əbəsdir sözüdür. Yəni əbəsdir, bihudə, faydasızdır mənasında yazmaq olar. Bihudədir, faydasızdır. Üçüncü sözümüz varmı? Bəli, burada puça çıxmayıb, yəni heç bir nəticəsi olmayıb. Heç bir nəticəsi olmayıb da əvəz eləmək olar hər üç ifadəni. Dəyərli izləyicilər, mətn izahlarımızın da sonuna gəldik. Siz də bizim onlayn və ya əyani abituriyent hazırlıqlarımızla maraqlanırsınızsa 055 418 82 02 nömrəsi ilə bizə müraciət eləyə bilərsiniz. Yeni sezondan hazırlıqlarımız davam eləyir.